Iğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı nəhəng bir layihə olaraq Naxçıvanın enerji təhlükəsizliyini tamamilə təmin eləyəcək. Naxçıvanın qaz tələbatının qarşılanması ilə bölgədəki sosial və iqtisadi inkişafın sürətlənməsi gözlənilir. Bu layihə həmçinin Ermənistanın regional enerji əməkdaşlığından kənarda qalmasının səbəblərini və nəticələrini açıq şəkildə ortaya qoyur. Türkiye ve Azerbaycan iki kardeş ülke dev projeleri gerçekleştirir. Bakı, Tbilisi, Ceyhan, Bakı, Tbilisi, Erzurum, TANAP kimi petrol, gaz, boru hatları projeleri nəinki ülkelerimizi birleştirdi, aynı zamanda Avrasya'nın enerji haritasını değiştirdi. Açılışında iştirak ettiğimiz proje Naxçıvanın enerji güvenliğini temin edecek. Çünkü Azerbaycan'dan gelen gaz Türkiye üzerinden swap şeklinde Naxçıvan'a ötürülerek artık Naxçıvan da bu problemden xilas etmiş olacaktır. 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Iğdır-Naxçıvan qaz kəməri artıq işə düşüb. Uzunluğu 97,5 km olan kəmərin 80 km Türkiyə, 17,5 km isə Azərbaycan ərazisindədir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir. Bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə kəmərin ötürücülük qabiliyyətini 2 dəfədən çox artırmaq mümkündür. Türkiyə, Azərbaycan qardaş, dost və belə deyək ki, əlaqələrinin daha möhtəşəm bir nümunəsinin təsdiqidir eyni zamanda və burada Naxçıvanın iqtisadi layihələrin reallaşmasında, Naxçıvanın sosial həyatının müasirləşməsində, daha da müasir şəkildə həyata keçirilməsində, insanların sosial tələbatlarının ödənilməsi ilə bağlı, qaz təminatının reallaşması ilə bağlı bu addım və davamlı, sistemli və eyni zamanda daimi təminat baxımından mühüm əhəmiyyət kəsb edən bir addımdır. İndiyədək Naxçıvanın illik qaz istehlakı təxminən 260-300 milyon kubmetr idi. Bu isə mövcud tələbatı qarşılamırdı. 2006-cı ildə Naxçıvanın təbii qazla təminatı İranla swap əməliyyatları əsasında həyata keçirilir. Şərtlərə əsasən SOCAR, Astara rayonundan qazı İran ərazisinə, İran culfasından da Naxçıvana ötürür. Buna səbəb Ermənistanın Azərbaycan ərazilərinin işğalı və müharibədən sonra Zəngəzur dəhlizi ilə bağlı öhdəlikləri yerinə yetirməməsidir. Ekspertlər hesab edir ki, İrəvan hələ də Azərbaycanın və Türkiyənin həyata keçirdiyi iri nəqliyyat enerji layihələrindən kənarda qalmaqda maraqlıdır. Vaxtilə hələ Bakı, Tiflis, Ceyhan layihəsi həyata keçiriləndə deməli variantların birisi ondan ibarət idi ki, layihə, yəni kəmər Ermənistan ərazisindən keçsin. Hətta bir sıra qərb ölkələri bizə təzyiq də göstərirlər. Əgər Ermənistan layihələrə qoşulmaq istəyirsə, onda gərək bir sıra aqressiv, işğalçı siyasi addımlardan deməli uzaq olsun. Analitiklərin fikrincə Ermənistanın iri layihələrdən kənarda qalması bu ölkəni həm də regionun enerji təhlükəsizliyində iştirakından məhrum edir. Halbuki rəsmi İrəvan konstruktiv addımları ilə bu əməkdaşlığın bir subyektinə çevrilə bilərdi. Qeyd edək ki, Iğdır-Naxçıvan xətti Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq əsasında həyata keçirilən Bakı, Tbilisi, Erzurum və TANAP-dan sonra sadəcə 3-cü qaz kəməri layihəsidir.